Sələflərin Allahdan qorxusu və Allah qarşısında dayanıb imtihan olunmaqdan qorxuları şiddətli olub. Əbu Bakr radiyallahu bir gün bir quşu görür və deyir ki, nə xoş sənin halına. Uçursan, ağacın üstündə dayanırsan, onun meyvəsindən yiyirsən və sonra uçub gedirsən. Sənə nə bir haqq hesab var, nə də bir əzab. Subhanallah, qorxurdu. Və həmçinin Ömər ibn Xattab radiyallahu anhu bir gün Tur surəsinin 7-ci ayəsini eşidir və orada Allah subhanahu taala buyurur ki, İnnə azəbə rabbikə ləvaqi. Həqiqətən Rəbbinin əzabı baş verəcək. Yəni bu ayəni eşidir, başlayır ağlamağa və ağlamağı o qədər şiddətlənir ki, bundan xəstələnir və insanlar onu ziyarətə gəlirlər. Həmçinin Osman radiyallahu, yəni qəbirstanlıqda qəbirin yanında dayanardı, o qədər ağlayardı ki, saqqalı islanardı və ona insanlar deyəndə ki, niyə görə axirət xatırlandığı zaman bu qədər ağlamırsan, lakin qəbirləri görüb ağlayırsan? Deyir ki, qəbir axirətin ilk mənzilidir. Əgər insan orada nicat taparsa, ondan sonrası onun üçün asan da olacaq. Yox, əgər oradan qurtulmarsa, ondan sonrası onun üçün daha çətin olacaq. Həmçinin Əli ibn Əbu Talib radiyallahu dəhşət Allah qorxusu olub onun. Həmçində çox ağlayardı. Hətta iki şeydən daha çox qorxardı. Yəni uzun ümidlərdən və həmçinin nəfsinin istəklərinə tabe olmaqdan. Və deyərdi ki, uzun ümidlər insana axirəti unutdurur. Və nəfsinə tabe olmaq isə insanı haqq yoldan azdırır. Və sonra deyir ki, dünya arxasına dönüb gedir. Axirət isə bizə üst tutub bizə tərəf gəlir. Hər birinin öz övladları var. Elə isə axirətin övladlarından olmağa çalışın, dünyanın övladlarından olmayın. Çünki bugün əməl var, hesab yoxdur. Sabah isə hesab var, əməl yox.